Bismillahirrahmanirrahim. Allahın salamı, xeyir və bərəkəti olsun siz əziz möminlərin üzərinə. Əziz möminlər, bu günləri Şaban ayının 3-ü Həzrəti İmam Hüseyin əleyhisselamın mövlud günüdür. İmam Hüseyin əleyhisselamın dünyaya gəldiyi gündür. İstərdim bu mövlud günündə qəlblərimiz İmam Hüseyin əleyhisselama biraz da yaxın olsun. Çünki Həzrəti Peyğəmbərimiz buyurub, Əhəbballah, əhəbbə Hüseyin. Kimin Allaha imanı olsa, məhəbbəti olsa, İmam Hüseyin əleyhisselamın da məhəbbəti onun qəlbində olacaqdır. Və bir hədis ki, Həzrəti Peyğəmbərimizdən Həzrəti İmam Hüseyin əleyhisselam haqqında qeyd olunub, istərdim o hədisi xidmətinizə çatdıram. Hədis Əhməd ibn Həmbəlin Musnəd əsərindədir. Buyurur ki, bir gün Həzrəti Peyğəmbər Mədinə məscidində moizə eləyirdi, minbərdə əyləşmişdi. Çox diqqət eləyək. Peyğəmbərimiz deyir, minbərdə əyləşib moizə eləyirdi. Cəmaata xutbə oxuyurdu. Bu zaman Həzrəti İmam Hüseyin əleyhisselam uşaq yaşlarında olarkən, 5-6 yaşlarında olarkən məscidə daxil olur. Peyğəmbərimiz Həzrəti Hüseyni görən kimi sözünü saxlayır və minbərdən düşür aşağı. İmam Hüseyin əleyhisselamı alır qucağına və yenidən qalxır minbərə və minbərdən cəmaata xitab eləyir. Buyurur ki, Ya əyyuhənnas, Həzəl Hüseyin ibn Ali. Ya əyyuhənnas, ey insanlar, Həzəl Hüseyin ibn Ali. Bu, Əlinin oğlu Hüseyindir. Fə'arifuhu, bunu tanıyın, bu uşağı tanıyın. Həzrəti Peyğəmbərimizin uşaq yaşlarında ikən Həzrəti İmam Hüseyin əleyhisselamı bu şəkildə, belə deyək, şəkildə insanlara göstərməsi, xutbəni dayandırıb, aşağı düşüb, qucağına alıb Həzrəti İmam Hüseyin əleyhisselamı cəmaata göstərməsi ta əvvəlindən bizə Həzrəti İmam Hüseyin əleyhisselamın hansı mərtəbədə olduğunu, Allah yanında vəzifəsinin, fəzilətinin nə olduğunu Allah Rəsulü bizə sallallahu aleyhi və aleyhi və səlləm göstərib. Allah təbarək və teala bizi İmam Hüseyin əleyhissalatu vesselamdan dünya, bərzəx və qiyamətdə ayrı salmasın. Vəsselamu aleykum və rəhmətullah və bərəkatuh.